Yüksək qızdırma zamanı təbii dəstək üsulları. Bədənin qızdırması artanda ilk qayda panikaya düşmək lazım deyil. Düzgün qulluq etmək lazımdır. 1 zəncəfil və bal, 1 stəkan ilıq suya, yarım çay qaşığı rəndələnmiş zəncəfil və 1 çay qaşığı bal qat. Bu qarışım bədəni isitmir, əksinə iltihabı azaldır. Tərləməni tənzimləyir, boğazı rahatladır. Gündə 2 dəfə kifayətdir. İkinci itburnu çayıdır. İtburnu C vitamini ilə zəngindir. 1 xörək qaşığı itburnunu 10 dəqiqə dəmləyilıq halda iç. Bu vasitə bədəni gücləndirir. Susuzlaşmanın qarşısını alır. 3 ilıq kompres. Alın, boyun və biləklərə ilıq su ilə isladılmış parça qoy. Soyuq buz istifadə etmə. Bədəni titrədib qızdırmanı artıra bilər. 4 otaq şəraiti havalı və sərin olsun, amma üşütmə olmasın. 5 bol maye içmək qızdırmanın düşməsinə kömək edir. Qızdırma 39%-dən yuxarıdırsa və ya 2 gündən çox davam edirsə, həkimə müraciət etmək lazımdır. Sağlam qal, bədənini dinlə. Hərarət xəbərdarlıqdır, düşmən yox. Daha faydalı məlumatlar üçün abunə olaraq kanala keçid edə bilərsiniz.